Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gələcəyə Baxış Avropaya İnteqrasiya İctimai Birliyinin icra etdiyi milli adət və ənənələrin qorunmasında və dirçəldilməsində ənənəvi və yeni mediadan istifadə olunması layihəsi çərçivəsində Lənkəran rayonunda adət və ənənələri yaxşı bilən, əsasən yaşlı və orta nəslin nümayəndələrindən götürülmüş müsahibələri sizlərə təqdim edirik. Toylarda qabaq bizdə belə idi. Yaşıma deyir, görə deyirəm. Deməli, əvvəlcə qız alan vaxtından danışaydı da, elçilik vaxtından başlaydı. Lap belə bir növrədən. Əvvəlcə qadınlar gedirdi, bir yoxlama aparırdılar qız yəsindən. Sonra gəlirdi qız yəsindən oğlan yəsi gəlib. Bilirdilər, axtarırdılar, bu oğlan yəsi kimdir, nəçidir, harada işləyir, işləmir, sənəti, peşəsi nədir? Ata-babası kimdir? Qabaqlar yoxlayırdı. Həm qız tərəfindən, oğlan tərəfindən. Ata-babaların yoxlayırdı. Kimin nəvəsidir, nəticəsidir, köticəsidir. 2 dəfə qadın gələrdi, 3-cü dəfə kişilər gələrdi, ağsaqqal polo deyərdilər. Hökmən kişi məclisi olmalıydı onda. Ağsaqqallar yığışardılar, qız tərəfindən də, oğlan tərəfindən. Qızın həyini alardılar, rayını alardılar. Bəli, Allah mübarək eləsin, filankasın qızı, filankasın oğlusu bir gündən etibarən həsin alındı. Onlar məclisdə danışırdılar, nə vaxt toy olacaq, nə tərdir. Onlar öz aralarında danışırdılar. Gəlirdi toya da belə idi, hazırlıq aparırdı. Mən gözümlə gördüm, yenə danışırlar. Onda peçenli idi, çay, başqa şey yoxdur, heç bir şey yoxdur. Peçenli, çay, şirin çay. Alırdılar 2 karobka peçenli, bir də şirin çay. Qız toyun edirdilər. Qız toyda gündüz edirdilər, gecə olmurdu. Gündüz başlayırdı, saat 9-da qutarırdı qız toyu. Qız toyu qutardı. Hərəsinə 2-dən 3-dən peçenli, bir stəkanda şirin çay verirlər, qutardı. Allah xeyir versin. Yüngülvarı keçirdi. Toy çalındı, saat 9-da qutardı, qız yəsi qutardı. Qaldı oğlan toyuna. Oğlan toyda haman danışırdılar qızla ki, falan günü biz gəldik, gəlinimizi aparardı. Gəlirdi çalğı ilə, çalıcı ilə gəlirdi, aparırdılar gəlini. Gəlini də o vaxtı da indi 50-dən 60 dənə, 30 dənə maşın yox idi. Gözümlə görmüşəm, araba ilə aparırlar gəlini. Araba ilə gəlini aparırlar. Sonra bu maşınına düşdüm, o da 2 dənə maşın, 3 dənə maşın, indicə 50-dən 100 dənə maşın. Gəlini aparırlar. Onu necə də nikahını kəsirdilər qabaqcadan. Həm dini tərəfdən, həm dövlət tərəfindən. Nikahı, kəbini kəsirdilər. Əgər kəbin nikah kağızı olmasaydı, qızı vermirdilər. Vermirdi. Kəbin kağızı olmasaydı vermirdilər. Və yaxud zaks kağızı olmasaydı dövlət nikahından vermirdi qızı. Onlar hər ikisi olmalıdırlar. Qız yəsi oğlan yəsinə verirdi, oğlan yəsi qız yəsinə verirdi, qızı evdən gəlin köçürdü, gətirirdi evdə. Toylardakı bəyər bizim ağsaqqalımız danışdı, çadır idi həyətdə, palatka toy idi da, belə dördü, şadlıq evi yox idi, restoranı yox idi, bir şey yox idi. Həsiri çəkirdilər, payanı vururdular, həsiri çəkirdilər dairəvi. Kişilər gəlib otururdular, çalğılçıların addelini yer var idi, bəylər üçün addelini. Bəy də gəlib otururdu tək, qızla yox, tək oturardı. Sağdı soldu şey olardı. İndi mod düşüb, qız oğlanla oturur toyxanalarda falan, belə şeylər yox idi. Onların nəticəsi idi, böyləri rəyi ilə alırdılar, xeyr-dua verirdilər, boşanma da az idi. Necə deyirlər, hörmət də var idi, izzət də vardı, qohumlu da, qohumu görəndə elə bir ki, doğmasını görür. Başa düşürsün. İndiki dövrlə o dövrü mən heç cürə uyğunlaşdıra bilmirəm. Heç cürə. Mən öz gördüyümdən danışıram. İndiki şəraitdə görürsünüz ki, siz özü bilirsiniz, statistikada gündən neçə nəfər boşanır. Bu nəyin səbəbidir? Böylərin rəyi yoxdur, böylə vermirlər. Oğlanlar internetlə, qız internetlə
Tanış olur, sonra da qoyub ya qaçılır da alıb gətirirlər. 2 həftədən sonra da boşanır. 1 aydan sonra boşanır. İndiki dövrlə o dövrü müqayisə edəndə böyük şeylər meydana çıxır. Çox hörmət, ədəb, əkram o dövrdə var idi. Onu mən görmüşəm toylarda gəlini kəl arabası ilə aparırdılar. Həsir qoyurdular arabanın içinə, taxta arabanın içinə, gəlini otuzdururdular ki, orada, arabada. O gəlin üçün ya bir dənə qazan, ya bir 5 dənə nimçə zad olardı. Bir dəstə paltar kimsə necə yığırdı, paltar, yorğan döşə yığırdılar. Ay sənə qurban olum, indi 5 dəst yorğan döşək verirlər. Bunun taxtı olmalıdır, bunun şifaneri olmalıdır, bunun nəhləri olmalıdır. Bu israfçılıq nəyə lazımdır? O dövrdə bir dənə yorğan döşəklə gəlin gedirdirsə, indi gedə bilməz. O dövrlə müqayisə eləyəndə indiki dövr israfçılığa çox yol verilir. Hala, bax sizin toyunuz olanda olan adət-ənənələr nətər idilər, indi nətər idilər? Öz toyunuz haqqında bir danışın ki, o vaxt siz nətər gəlin aparırdınız? Adam, mən qaçmışam, mən toy görmüşəm. Sonra toy eləməyibdilər sizə? Yox, eləmədilər. Eləmədilər. Diri və yəqin dəqiq mən toy eləyin də. Hətta elə bilmədim də, qorxurdum. İndi qorxu yoxdur, o vaxt qorxu var idi. Adam qaynananı, qaynatanı görəndə asırdı. Amma indi asmırlar. O vaxt yaxşı idi, o asan vaxt yaxşı idi. İndi yox. İndiyə xoşum gəlmir. Nəyə xoşunuza gəlmir? Nəyim xoşuma gəlmir? İndiki qanunlar, indiki gəlinlər, indiki oğlanlar, misal üçün bəzi. Mənim 6 oğlum var. Allah bilə hamının balalarını saxlasın. Mən uşaqlarımdan belə razıyam ki, necə səni 2 gözün səni gəzdirir. Mən belə razıyam uşaqlarım, gəlinlərimlə də. Çünki əsas oğlandır. Oğlan ki, mənim qızım yaxşı, möhkəm oldu, valideyn tərəfinə, halbuqda gəlin kimdir ki? Gəlin nə eləyə bilər? Mən belə razıyam. Qabaqki vaxtda beləsi idi ki, qabaqki zakon var idi, qanun var idi. Böyle kiçillik var idi, ağsaqqal, ağbisək var idi, cavan var idi. Qabaq belə idi, bir-birini tanıyırdılar. Qabaq qızı alardılar. Qız qaynata tərəfindən, qaynana tərəfindən gizlənərdi. Görsənməzdi heç kimin gözünə. Amma indi deyir, hayda him mənəm. Belədir, düzdür bu söz ya düzdür? Düzdür, təmiz söz. Bəli, indi düzdür, dada, indi düzdür, belə sözlər indi var, belə indi işlər var. Halbuqda, gəlin olmalıdır, qaynana olmalıdır. İndiki dövr isə pisdir. İndiki çox leleped, dada, indi yavadır, indi pisdir. Onu deməklə israfçılıdır. Hə. Mən nə bilim, israf nədir? İsrafçılıq. Qabaq məsələn, mən toy elərdim oğlum üçün. Dürərdim, lap süfdə, Bakıda dilində biraz qara deyərlər, bizdə şirin qorma deyirlər. Belə bişirərdilər, polo bişirərdilər, lap süftəsi şirin çay verərdilər çörək. Lap süftəsi. Mən deyirəm, oğlum üçün qız almışam, toy eləyirəm, şirin çörək verərdilər. Sonra bu lağ oldu, piçenlik çay verdilər. Bu da lağ oldu, çıxdı pola. Siz aç deyirsiniz, biz pola deyirik. Çıxdı pola. Şirin qorma ilə polo verərdilər. O da yaxşı idi. Amma indi nə bilim balam, indi daha nələr yoxdur. İndiki dövr hədaradır. Mən üçün hədaradır, cavanları bilmirəm. Mən üçün hədaradır indiki dövr. Gedirsən, oturursan meclisdə, nə bilim, badımcan nədir, onu toyda vermək nədir? Salat nədir, onu toyda vermək nədir? Mən indikini istəmirəm. İndiki halbat mən indikini pisləyirəm. Mənim xoşuma gəlmir. Çünki bizim balalarımız yazıqdır, fağırdır, kasibdirlər. Mənə elə gəlir, qabaqki dövrün ənənələri doğrudan da millətimiz ənənəvi olaraq bir-birinə hörmət qoyurdu ki, deyənə, toy olanda, məsələn, mənim toyum olub. Mənim toyumda produkt verilməyib, israfçılıq, uzaqdan gələn qonaqları nəzərə almaq şərti ilə onlar üçün hazırlıq görülüb, o da necə? Lazımi qaydada və lazımi dərəcədə və onlara qiymət qoyulmaq səviyyəsində qoyulub. Bu belə. İkincisi də ki, indi verirlər şadlıq evlərinə.
Düzdür. Şadlıq evi belədir ki, evdə akurat qalır, təmizlik qalır, cəmaət çox incimir, qonağı yaxşı qəbul eləyirsən. Bu lazımdır. Amma bu şərtlə. İçki olmasın, davadalaş olmaz. Məsəl üçün, onun gözəlliyi onda olar ki, məsələn, həddən artıq 20 cürə produkt nəyə lazım? Bir qarın ən çox 7 cürə ata-babadan qalıb. 7 cürə produkt onu normal səviyyədə, yəni həm insan evyəsinə bu toy eləyən balasını yerbəyərləmək fikri ilə bunu eləyir, düzdürmü? Bunu belə eləmək lazımdır. Həm el onu belə nəzərə alsın, evyəsi öz balasını el səviyyəsində yerbəyər eləyə bilsin. O tərəfdən israfçılıq olmasın. Həm də burada cəmiyyət fikirləşir ki, burada bu mənə 20 cürə produkt verir. O məcbur olur, kasıb, gedir, məsələn, şadlıq evinə gedəndə, məsəl üçün, hətta mən elə bir söz eşitmişəm ki, kasıbın imkanı olmayıb, deyib, mən taksi pulu da verməliyəm filan şadlıq evinə getməyə. Düz danışaq da bunu. Bunu nə üçün örtmək lazım deyil. Məsələn, o kasıb ona da əgərləri imkanı çatmırsa, onu dilə gətirirsə, o necə gedib bir stula 50 manat atacaq. Deməli, burada həm maddi səviyyədə, həm mənəvi səviyyədə burada israfçılıq olunur. Bunu eldə görür cəmiyyətdə. Buna göz yummamaq olmur. Niyə mən deməyim, sən demə, o deməsin. Bəs bunu kim desin ki, o cürünə Allahın qoyduğu tahamlar gedib əgər bu İsrafçılıq olunub zibilliyə atılırsa, buna kim dözə bilər? Necə dözmək olar? Mənim toyum olub 49-cu ildə olub noyabr ayında. Mənim toyuma çox adam gəlib, əgər çox gəlib, 100 nəfər də gəlməyib məsələn. Mənim gəliblər də biraz orada xoraya bişiriblər, yiyiblər. Orada məsələn Allah mübarək eləsin, o vaxtı gəlini at ilə gətirirlər. At ilə, ata mindirirlər, gətirirlər qəşən qızları. Məsələn, arabaya mindirirlər, maşın yox idi. Heç nə, biraz həyətdə bişirirdilər. Məsələn, yerdilər, keçmişin qadınları var idi, Allah mübarək eləsin falan deyirdilər. Çıxıb gedirdilər, bu qütərdi, bu cürə təmtəraqlı. İndi bu şadlıq evində məsələn 500 adam yerləşir, 500 adam. Bunun yeməyi, içməyi, bunun çalğı çalanları. O vaxtı 2 dənə zurnaçı var idi. Burada yuxarıda Lerik rayonundan gəlirdilər. Çalğı çalan yox idi. Adı Mir Sadıq idi, Seydilər ona. Qardaşı Mirzəğa idi, balaca dımbıl çalırdı. Bir dənə də o zütütən var idi. Balaban çalanda zütütürlər axı. Dırdır eləyir, o da havaları çalır. Bu cürə idi, orada çox təmtəraqlı şeylər yox idi. Bu musiqilərimizlə bağlı mən hətta indi elə eşidirəm ki, belə bizim toya gedənlər inanırsan, o səs verən şeyin adı nədir? Kolonkanın yanına oturmaq, yer də saxlanılır, oturmaq istəmirlər. Musiqilərə keçir, musiqiləri düzgün istifadə etmirlər. Ebəcər musiqilər orada məsələn oxuyurlar, onlar bizə lazım dögür. Azərbaycanın muğamatları var, muğamatları. Allah rəhmət eləsin, Əbülfət Əliyev, Sabir Mirzəyev oxuyurdu keçmişdə. Adam onları Zeynəb xanlar oxuyurdu, adam onlara baxanda həz aparırdı. İndi cürbəcür şeylər oxuyurlar, bunlardan biz bir şey də bacarmırıq, bir şey də başa düşmürük. Amma yenə də yaxşıları da var, yaxşı oxuyanları da var. Musiqidən söhbət gedəndə bizim Lənkəranda 2 dəstə vardı. Nağara çalanla klenet çalan. Bir də ki, aşıq vardı. Lerik zonasından gələrdə aşıq. Bunlar idi bizdə toyda. Nə xaricdən muzika gəlirdilər, nə mikrofon vardı, nə bir şey vardı. Gəlib çalırdılar, adəti canlı oxuyurdu toyun əvvəlindən axırına qədər. Canlı oxuyurdu, hamı da oturub qulaq asırdı, nə qulaq kar olurdu, nə göz qamaşırdı, nə o yana, nə bu yana. Sakitcə toy qutarırdı saat 12-də, 1-də, 2-də, hamı da dağılışırdı, gedirdi evinə. Pulunu alırdı, gedirdi, pulda da indiki kimi dördü. Orada nə pul vardı, 60 var, 70 var çalğıçılara pul verirdilər, böyük şeydi. Bəzi vaxtlar heç almırdılar da, indi hörmət eləmişik, gəlmişik, toy çalmışıq. İyi biçmişik, qutardı, getdi, gedirlər. Onda içki yox idi, bir şey yox idi. Nə vardı orada?
Polo idi. Qara idi bişirirdilər, verərlər də. Ondan başqa nə var ki, toylarda versinlər cəmaata? Kimin var idi də muzikan gətirirlər, xarici musiqiləri verirlər. Canlı indi oxuyan da yoxdur. Canlı oxuyan az var. Qoyurlar o, nə deyirlər, kasitən, masitəni canlı oxuyanlar da yaddan çıxırırlar, ondan istifadə edirlər. Demək də məqsədim budur ki, indiki dövrdən, keçmiş dövrün müqayisə eləyəndə indi israfçılığa çox yol verilir. Dada. Qabaqı zurna çalardılar. Lap Türkdədən. Zurna çalardılar. Ondan sonra çıxsılar, nə bilim, qarmona, çıxsılar gitaraya, nə bilim, nağaraya. İndi belədir. Qabaqçılar gəndə yaxşı idi. Pis dördü, qabaqı pis dördü. Qabaqını heç kim deyə bilməz ki, pisdir. Başa düşsən? İnsanlar hamı məncə bir-birini eyni tərəzidə görsələr, belə israfçılıq olmayacaq, belə narazıçılıq olmayacaq. Məncə belədir. İsrafçılıqdır mənim balam. Onun hamısı yeyən də yoxdur. 15-16 cürə salat gətirir. O 16 cürə suratdan hərəsi bir damcı onunla isə insan da heyvan deyir ki bu. Doydu da bir şey. Qalan şeylər qaldı. Hara gedəcək? Ya atır gedir, ya da ki onu saxlayır, sabah yenə başqası gəlib oturur qabağında qoyur onu yeyir. Həyat toyu onu kimi deyir axı. Həyat toyu qaldı, da onu saxlamır, səhərə sabah saxlamırdı onu. Ya qonşulara paylayırdı, verirdi, gəlin aparın yiyin, ya da ki atıb çıxıb gedirdi. Da atmayı da o qədər deyirdi indiki qədər. İndiki qədər atmayı da yox idi. O da bu qədər çörək verirdi. Polo verən yerdə çörək də yox idi. İndi çörəyini də gətirir, bulqasını da gətirir, nə bilim, lavaşını da gətirir, cürbəcür şeyini də, marojnasını da gətirir. Gətirir, qoyur orada. Yarısını yiyir, yarısı paymalı, o qədər bişirən xorayla. Bir dənə ətdən 7 cürə, 8 cürə xora gətirirlər. Toylara. 300 kilo ət başa gəlmir toy. İsrafçılıqdır. Nə qədər qalır, nə tulluyurlar, o yan, bu yana gedir, kim özüsün daşıyıb, İsrafçılıqdır. Gündə gedir axı. Gündə bir dənə toy olsa yox. Bəlkə bu Lənkəranda gündə 30 dənə, 40 dənə toy olur. Bir dənə şadlıq evlərində yeri yoxdur bilirsən. Həyat bacada da ki, yoxdur toy. Sana qurban olam, imkanı çatan toyda 50 cür xörək hazırlayır. 5 cür, 6 cür elə bunun salatıdır. Bunun soyutması, bunun cücəsi, bunun balığı, bunun başqa şeyləri gətirir. Tökür üstünün üstündə nə qədər ondan bir yarısını yerlər, yarısını atırlar. Bu varlının işidir. Amma kasıb qalır, tamaşa eləyir. Kasıb da ona baxır, nə eləyim axı mən? O da düşür borca, xərcə. 5 il, 6 ildə xərcin borcun altından çıxa bilmir. Ay kasıb, eləmə dedi və mənə gülərlər. O filan kəs belə xörək verdi, bunun xörəyi pis oldu, bunun yeməyi pis oldu. Toy edir. Orada cürbəcür şeylər verirlər ki, elə miz üstə qalır, bu paymal oldu, getdi də. Bu israfçılıqdır. İsrafçılıq çox pisdir, çox pisdir. İsrafçılıq eləmək olmaz. Məsələn, adam ölüb. Allah rəhmətinə gedib. O qədər bişir ki, qoy bu, nə üçün bu, sən adam itirmişsən, burada da falan qədər, burada xərc çəkirsən. 5 minlik daş fəxr edir. O daşın nə xeyri var ölüyə? Mənim indi bu dəqiqədə 4 dənə ölüm, bax, bir-biri yanında qalıb belə. Amma bir adi daşlardandır. Qara neynər, onu ağardar o yerdə. Hə? Onun üçün qara daş neynər ona yerin altında? Bu qara daş, əgər onu qara daş ağardar, heç qara torpağa da qoymasınlar da. Qızır eləsinlər, qoysunlar orada. Eləyərlər, olmaz axı mən bala, olmaz. O şənbazlıqdır. O qara daşa mən şənbazlıq deyərəm. Bir dənə xeşərdəki o 1000 cürə yemək verirlər ha, o şənbazlıqdır, əziz balam. Olmaz. İndi onu yerirlər də, hə, nə bilim, mənim məclisimdə banan gəlir. Ölü də banan verərlər. Ölünün xeşərində alma armud verərlər. Onun bir sən çayın qoy, 3-ün ver, 7-sini ver, 40-ın Allah rəhmət eləsin, getdi. Gördüyümdən danışa bilərəm. Görmüşəm mən 1940-cı ildən hal-hazırki dövrə qədər. Yas mərasimləri 3 etapı mən gözümlə görmüşəm. Birinci etap əlaqədardır, deməli, rəhmətə gedən adamın evindən xörək zad bişirməzdilər. O vaxtı xörək gətirərlər hər evdən. Məsələn, nümayəndə gələrdi, evdən xörəyi gətirərlər, onun qabağına qoyub, yeyib qutarandan sonra, 3 gündən sonra Yasin gündə oxunurdu, Fatihə verirdi, yas mərasimi qutarırdı.
Sonra ikinci etap başlandı bizdə. İkinci etapda elə bu rayondan söhbət gedir. İkinci etapda başlandı, ölü rəhmətə gedəndə dəsmal sarardılar. Deməli, gətirərdilər pulu. O vaxt pul az idi. İndi 2000 qəpik, quruş, manatı, nəyə qüvvəsi çatırdı, atırdı onun üstündə. Yenə də burada ölü yəsinə güc düşmürdü. Üçüncü etaba gəlib çatanda, hal-hazırki dövrdən danışıram, vallahi biraz gülməli də olsa olan şeydir, realnidir bu. Alava da danışmıram mən burada. İndiki bizim üzür məclislərimiz Sabiləhi toy ilə heç bir fərqi yoxdur. Bircə şey fərqi var ki, orada içki əlamatı yoxdur. Qalan şeylər toyda necədir, üzür yerindədir. Banandan tutub, nə bilim, hər şey, hər cürə çərəzinə qədər gətirib qoyurlar. İndi şükür Allah dövlətimiz də axır zamanlarda qərar çıxartdı ki, belə israfçılığa yol vermə olmaz. Biz bir vətəndaş kimi onu bəyənirik. Kasıb da baxır ki, varı belə eləyir, utanır, əzab çəkir, vicdan əzabı çəkir, mənəvi əzab çəkir. Çox çətin olur onun üçün. Ona görə ki, şəxsən biz bəyənirik. Bu qərarı biz bəyənirik. Söz də vermiş ki, bizdə, bizim bu kənddə, bu digər kənddə, bundan sonra da bu məclislər ancaq qurulacaq. Necə qərar çıxardıblar, xurma, çay qutardı. İndi bəzi hallarda limon. Bu üç şey olacaq. Stol arxasında birinci məclisi də başlayacaq bu yaxınlarda. Kim rəhmətə getdi, o barədə qərar çıxartmış. İmkansız qalırdı utana-utana, nə eləsin? Allahın bir baş daşısı yer ölü üçün qoymaq üçün əzab çəkirdi. Baş daşıyla da indi siz görürsünüz. Qəbristanlılarda nə təmtəhanla 2000, 3000, 5000-ə qədər kasıb hardan gətirsə ki, ölü üçün o bina tikirlər də qəbristdə. Bir var ki, hasara salmıyorsan, bir də nişangah qoyasan, başdaşı qoyasan ölü üçün. Bir də var ki, qara mərmərdən, nə bilim, 20 sant qalınlığında mərməri gətirir, Jitomirdən gətirib qoyurlar. Kasıb da baxır, deyir, mənim ölüm onun ölüsündən verməsi idi. Niyə gələ belə olsun axı? Mən şəxsən tərəfdar deyirəm bundan. Yas mərasimdə, misal üçün 20 nəfər, 30 nəfər ağsaqqal məscidə gələrdi, onda xörəyi məsciddə verərdilər. Yas mərasimdə. Hər kəs öz evində bişirərdi, məscidə gətirərdi. Ona da bizim bu talış dilində telekosa deyərdilər. Talış dilində, hani Azərbaycan deyə mən bilmirəm. Talış dilində buna telekosa deyərdilər. Hər uşaq öz evində xörəyi gətirərdi, gərək valideynin qabağına qoyardı. Birdən birinin xörəyi dəyişir, düşəndə hakı olardı. Mənim xörəyimi başqasına niyə verdiniz? Mənim xörəyimi mənə verirsiniz. O dövrdə. Sonra bu ölünün üstündə də gələrdilər, meydi qoyardılar məscid qabağında. Bir dənə dasmal sarardılar. Kimin 5 manata, 2 manata, 1 manata imkanı çatır, onu qoyurdu orada. Bu yas mərasimi üçün kömək. Amma indi nədir? İndi maşının dalını doldurur düyü ilə, mənim dostumdur. Bunun atası ölüb. Bunu aparım onun evinə. Bir dənə də dəftər açırlar, falan kəs 100 manat, falan kəs 50 manat. Kasıb bilmir axı, kasıb 5 manat. O kasıb da 5 manatı verə-verə, utana-utana verirdi. İndi ki, mən bu işlərin tərəfdarı deyiləm. Azərbaycanın ənənələri var. Azərbaycanda çox böyük, Azərbaycanın çox tarixi var, çox. Azərbaycan böyük bir mənbədir. Bəli, Azərbaycan böyük mənbədir. Yüzilliklər boyunca Azərbaycanın formalaşan ənənələri var. Müasir dövrümüzdə isə həmin ənənələrin bir çoxuna köhnəliyin qalığı kimi baxılır və istifadə edilmir. Bu səbəbdən də həmin adətlərin bir çoxu sıradan çıxa bilər. Gələcək nəsillərə isə bu adətləri çatdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gələcəyə Baxış Avropaya İnteqrasiya İctimai Birliyinin icra etdiyi milli adət və ənənələrin qorunmasında və dirçəldilməsində ənənəvi və yeni mediadan istifadə olunması layihəsi çərçivəsində Lənkəran rayonunda adət və ənənələri yaxşı bilən, əsasən yaşlı və orta nəslin nümayəndələrindən götürülmüş müsahibələri sizlərə təqdim etdik.